Akifgil İsfahan təyyarə meydanına çatanda saat 1 olardı. İsti olmasa da hava günəşli idi və günəş düz İsfahanın başının üstündə idi. Təktük yaşlı adam palto geyinmişdi. Həmişə olduğu kimi Akif biletləri qeydiyyatdan keçirtdi. Onlar 5 nəfər idilər. Vasili Vasilyev, Huşengi Gamganidze, Eduard Qriqoryan, Nikolay Movçan və Akif. Boeing təyyarələri uğulduyur, adamlar ora-bura vurnuxurdular. Birazdan təyyarə havaya qalxacaq və Akif təyyarənin pəncərəsindən yenə də İsfahanın payız günəşi altında günəşin özü kimi parıldayan günbəzlərinə baxıb neçənci dəfə heyrətlənəcəkdi. Boeing Akifin gözlərini qamaşdıran günbəzlərin üstündə hərlənirdi. Zayənyurt çayı boyunca biraz uçandan sonra Tehrana tərəf üz tutdu. Bələdçi qız qəhvə gətirdi. Sərnişinlərə payladı. Sonra fincanları yığışdırdı və təyyarə Mehrabad meydanına indi. Beşi də Ariya minik avtomobillərini əyləşib New Nadira otelinə yola düşdü. Vasilyev dedi: "Bugün bir iş görəcəyik, yoxsa sabahdan?" "Sabahdan," kimsə dedi. Qalanı dinmədi. Otelə girən kimi növbətçi üzünü Akifə tutub dedi: "Ağay Muradov, Ağay Volkov zəng eləmişdilər. Buyurdular ki, Ariya şəhərə təcili zəng vurasınız." Akifin ürəyi qopdu. O saat Reyhan gəlib durdu gözünün qabağında. Bəlkə bir şey olub. 4 nəfər isə Ağay Volkov və Ariya şəhər sözündən başa düşdülər ki, onları axtarıblar. "Məni Ariya şəhərlə calaşdırın." Akif siqaret yandırdı. "Növbətçi də bədçeşim," dedi. "Yəni gözüm üstə." Növbətçi dəstəyi qulağında saxlamışdı. Akif də onun üzünə baxırdı. 4 nəfər əyləşib siqaret çəkirdi. "Buyurun Ağay Muradov." Akif təşəkkür edib dəstəyi ondan aldı. "Alo, Sergey Aleksandroviç. Bəli, yaxşı. Aha, oldu. Sağ olun." Akif yoldaşlarının yanına gəldi. Sergey Aleksandroviç dedi ki, senatorun yanına getmək lazım deyil. Layihədə dəyişiklik edəcəklər. Bərk tapşırdı ki, istilik sistemi üçün qazan məsələsini mütləq həll eləyin. Bir də dedi ki, izolyasiya materialını almaq üçün İtaliya firmasına da baş çəkin. Yəqin onu da dedi ki, işinizi qutaran kimi çıxın gəlin. Gamganidze Akifin sözünü kəsdi. Onu da tapşırdı. Akif ciddi dedi. Onlar nömrələrin açarlarını alıb yuxarı qalxdılar, yuyundular və nahar eləmək üçün 1-ci mərtəbədəki restorana düşdülər. İçəri girən kimi xidmətçi gülümsəyə-gülümsəyə yaxınlaşıb onlara yer göstərdi. Qovrulmuş toyuq içalatı, banan, ananas və Coca-Cola sifariş verdilər. Xidmətçi yüngülcə baş əyib getdi. Yeməkdən sonra Vasilyevlə Qriqoryan kinoya, Gamganidze ilə Movçan sahibi Sovet mütəxəssisləri arasında Mişa kimi məşhur olan mağazaya getdilər. Akif otağına qalxıb Ariya şəhəri sifariş verdi ki, Reyhanla danışsın. Sonra keçib çarpayıda uzandı. Ettelat qəzetini vərəqləməyə başladı. İkinci Dünya müharibəsində sözün həqiqi mənasında cəllad olmuş bir nəfərin qızıl güllərə qulluq elədiyi yerdə şəkli və xatirəsi çap olunmuşdu. Yazırdılar ki, bu faşist cəlladı qızıl gülsüz yaşaya bilmir. Şəkildəki adam qızıl gül kollarının arasında bir əlində qayçı, bir əlində isə təzəcə dərdiyi bir dəstə gül dayanmışdı. Akif həmin şəxsin qızıl gülsüz yaşaya bilməməsinə şübhə elədi. Ona elə gəldi ki, cəllad adamların da başını əlində tutduğu qayçı ilə qızıl gül kimi kəsib. Axırıncıdan əvvəlki səhifəni çevirdi. İri başlıqları oxudu. Təbrizdə son 6 ayda polis tərəfindən aşkar edilmiş tiryəkin qiyməti Fransanın 1 illik büdcəsinə bərabərdir. Dünən günorta Almaniyanın hərbi attaşesinə 2 nəfər naməlum şəxs küçənin ortasında avtomatdan atəş açmışdır. Qərbi Almaniya futbolçusu Müller Quguşun qonağıdır. 22 yaşında cavan oğlan 70 yaşlı milyonçu qadına aşiq olmuşdur. Kristiana Anaysis dünyanın ən varlı qızıdır. Və telefon zəng çaldı. Akif siqareti bir kənara atıb dik qalxdı. Dəstəyi götürdü. "Alo, Reyhan, Keşniş, Vəzəri, salam, 3 gündən sonra gəlirik. Darıxma, zəng eləyərəm." "Hə, oldu. Səfirliyin yanında?" "Hə də, İngilis səfirliyinin yanındakı mağaza." "Mavi?"
Oldu. Mən də. Yaxşı, mən də. Sağ ol, sağ ol. Dəstəyi üstünə qoydu. Kefi açılmışdı. Telefonla danışmazdan əvvəl ona elə gəlirdi ki, özləri demiş, reyhanından, keşnişindən, vəzərisindən, nə bilim, yarpızından çoxdan ayrılıb. İndi ürəyi yerinə düşdü. Biraz dincələndən sonra paltarını geyindi. Dodağının altında sona bülbüllərin zümzümə eləyə-eləyə çıxıb qapını bağladı. Gəzmək istəyirdi. Liftin yanına gəlib onunla üzbəüz dayandı ki, işığı sönən kimi düyməni bassın. Lift düz onun bərabərində dayanıb açıldı. Akif, Ziya! Onlar bərk qucaqlaşdılar. İçəridəki adamlar liftin qapısı bağlanana qədər onlara sevinclə baxdılar. Onlar elə bir qucaqlaşdıqları yerə yapışmışdılar və liftdəkilər onları eləcə qoyub yuxarı qalxdılar. Onlar 5 il bir yerdə oxuduqları müddətdə bəlkə 1000 dəfə görüşmüşdülər və ömründə o görüşlərin heç biri bugünkünə çatmazdı. Onlar heç vaxt belə görüşməmişdilər. Çuvaq, yaman darıxmışdım sizin üçün. Bir addım geri çəkilib Akifi başdan ayağa süzdü. Arıqlamısan, yaxşılaşmısan dedi. Tehrana gələndə lap qarın bağlamışdın. İrəli gəlib Akifin qarnına əlini yüngülcə çəkdi. Hə, Reyhan xanım neyniyir? Darıxmır ki. Darıxır. Nə yaxşı görüşdük. Çuvaq, atamın qəbri haqqı ürəyimə dammışdı ki, səni görəcəm. Amma belə də yox. Ziya əlinin ikisini də liftə tərəf uzatdı. Sonra Akiflə təzədən qucaqlaşdılar. Yaxşı, biz burada niyə dayanmışıq? Gedək bizim otağa. Yox, bizim otağa. Gəl görüm. Akif Ziyanın qolundan tutdu və o da həmişəki kimi o saat təslim oldu. İkisi də qəribliyi unutmuşdu. Bir-birinə uymuşdular. Üz-üzə oturdular. Çuvaq, işlərin necədir? Şefiniz nə tər adamdır? Akif baş barmağını yuxarı qaldırdı. Əla adamdır, dedi. 3 saata qədər söhbət elədilər. İsfahandan, Bakıdan, Məşhəddən. Lap axıra macal Ziya dedi. Çuvaq, bir dənə də söz soruşum. De görün bir şey var? Hə, var. 3 aydan sonra oğlumuz olacaq. Akif dedi. Allah qoysa. Ziya sevinə-sevinə durub Akifi öpdü. Keçib öz yerində oturan kimi saatına baxıb dedi. Çuvaq, saat 6-dır. Mən hələ nahar eləməmişəm. Heç yadıma düşmür ki. Əllərini yellədi. Akif ayağa durub çarpayının başına bərkidilmiş düyməni basandan 5 dəqiqə sonra restoran xidmətçisi qapını döyüb içəri girdi. Salam verib dedi. Buyursunlar ağalar. Akif Ziyadan soruşdu. Toyuq içəlatı var, soğanla qovrulmuş. İstəyirəm çuvaq, daşdan yumşaq nə olsa. 10 dəqiqədən sonra restoran xidmətçisi qayıtdı. Gətirdiyi şeyləri stolun üstünə düzdü. Sonra icazə alıb getdi. Ziya dedi, çuvaq, darıxmışdım sizin üçün. Ziya, pul yığa bilirsən? Pul xərcləməyə yer var ki, həmişə dağlarda, orada, burada. Sizin yeriniz çox yaxşıdır. Şəhər qulağınızın dibində. Bura bax, buradan zəng eləyə bilərəm. İndi buradan sizə zəng eləyə bilərik. Eləyə bilərik. Çuvaq, onda bir sifariş ver. Reyhanla da danışım də. Akif Ziyanın burnunu yüngülcə sıxandan sonra durub sifariş verdi. Səndən biraz əvvəl danışmışdım, dedi. Eybi yox, bir də danışarsan. Qoy görsün ki, dözə bilmirsən. 5 dəqiqə çəkmədi ki, telefon zəng çaldı. Dəstəyi Ziya götürdü. Reyhan xanım, Atəşin salamlar. Zikadır. Ziya xeyli danışandan sonra dəstəyi Akifə verdi. O da danışdı. Sonra gəlib oturdu. Araq süzdü. Deyir ki, Zikanı da bizə gətir. Ziya saatına baxdı. Çuvaq dedi. Düz 1 saat 10 dəqiqədən sonra mən Məşədə uçuram. Özüm qabaq demədim ki, qanımız qaralmasın. Di sağ ol. Akifi öpdü. Reyhanı da öpərsən, dedi. Qoy səni ötürüm. Akif ayağa durdu. Çuvaq, mən ölüm çıxma. Mənə pis təsir eləyir. Maşın sifariş eləmişəm. Aşağıda gözləyir. Ziya gedəndən sonra Akif elə darıxdı ki, birazdan Akif də durub geyindi. Gəlib liftlə üzbəüz dayandı. Düyməni bastı. Lift gəldi. Qapılar düz onun bərabərində bayaqki kimi açıldı. Ancaq bu dəfə Ziya içəridən çıxıb onu qucaqlamadı. Akif könülsüz içəri keçib düyməni bastı. Oteldən çıxıb qapının ağzında dayandı. Bilmədi ki, hara getsin. Fikrə getdi və onun düz qabağından, bir addımlığından səkinin üstü ilə güllə kimi keçib gedən 2 təkərli motosiklet onu fikrindən ayırdı. Kimsə deyindi, köpək oğlu elə bir dəmdir. Akif ona diqqətlə baxıb bu qərara gəldi ki, kimdisə Tehrana 1-ci dəfə gəlmişdi.
Çünki belə şeylərə bu şəhərdə heç kəs təəccüblənmir. Elə bir dünyanın bu yerində Tehran adlı qazan asmışdılar. Şəhər qaynayırdı. Səhər yeməyindən sonra Akifgil qabaq qapısında korporasiyanın emblemi əks olunmuş pekan maşını ilə Tehranın o başında yerləşən İtaliya firmasına gəldilər. Burada onları yaxşı qarşıladılar. Beşi də qəbul otağındakı dəyirmi stolun arxasında oturandan sonra qəhvə gətirdilər. Birazdan qəşəng bir qız içinə izolyasiya nümunələri yapışdırılmış albomlar gətirdi. Baxdılar, seçdilər. Firmanın nümayəndəsi gəlib yüngülcə baş əyəndən sonra əyləşdi. Hündür boylu, saçları səliqə ilə daranmış, zövqlə geyinmiş, orta yaşlı bir kişi idi. Bir saata qədər söhbət elədilər. İzolyasiya materialının qiyməti bizimkilərə sərf eləmədi. Bizimkilər getmək istəyəndə firmanın nümayəndəsi onları saxladı. Düyməni bastı. Bayaqçı qız gəldi. Hərəsinə firmanın emblemi ilə bərabər kiçik əl çantası bağışladı. Onlar aşağı düşüb maşına minən kimi Qriqoryan çantanı açıb içindəki şeyləri çıxartdı. Çantada qələm, pulqabı və sairə xırda hədiyyələr vardı. O dedi: "Bu şeyləri ona görə bizə bağışladılar ki, onlarla alverimiz baş tutmadı." Vasilyev dedi: "Amma qəşəngdir." Öz çantasını göstərdi. "İşlərimiz belə sürətlə getsə, bu gün axşam çıxıb evə gedə bilərik." İstehza ilə əlavə etdi. "Əsas qazandı, qazan." Qomqanidze dilləndi. "Kolya, sən niyə dinmirsən?" Akif Movçandan soruşdu. "Mən balaca adamam, özləri həll eləsin." Movçan yaxasını kənara çəkib Akifə göz vurdu. "Sergey Aleksandroviç Vasyadan soruşacaq." Vasilyev dərhal narahat oldu. "Akif, Sergey Aleksandroviç telefonla danışanda nə dedi? Demədi ki, əsas məsələ hansıdır?" Dedi ki, izolyasiya materialı, bir də ki, qazan." Akif də gözucu Movçana baxdı. Vasilyev bir an susub dedi: "Əşi, Arya şəhərdə heç qazanxana lazım deyil. Gələndən qar görmüşük ki." Bu sözün üstündən heç kim heç nə demədi. Vasilyev baş mühəndis kimi danışırdı. "Ağay mütərcim, radionu açmaq olar?" Bunu da sürücü Akifə dedi. "Olar." Sustular. İranın məşhur müğənnisi Şəhid oxuyurdu. Böyük, uzun bir binanın zirzəmisinə endilər. Akif qazanın xəsiyyətnaməsini farsça oxuyub, o saatda rus dilinə tərcümə eləyirdi. Qalan 4 nəfər də qulaq asırdı. Bu bir saata qədər çəkdi. Uzun müzakirədən sonra Vasilyev dedi: "Gücü o qədər də çox deyil, amma Arya şəhərə yarı-yar." Razılaşdılar. Zirzəmidən çıxanda Vasilyev dedi: "Yaxşı canımız qurtardı. Sergey Aleksandroviç deyəcəkdi ki, adam yarıdan deyilik. Elə hey saqqız kimi çeynəyəcəkdi. Arvadım baxır sap tapşırmışdı, qaldı." Vasya dördünə də birdən müraciət elədi. "Mənimki də keşa servisi tapşırmışdı," Qomqanidze dedi. Qriqoryan da gözünü qırpa-qırpa ortalığa dedi. "Axşam yeməyimiz də Arya şəhərə qaldı." Onlar saat 5-də Mehrabada gəlib təyyarəyə mindilər. Bələdçi qız fars və ingilis dillərində sərnişinləri salamlayıb yaxşı yol arzuladı. Boeing uğulduyub yerdən aralandı. Salonda bir dəstə Yapon, 5-6 Amerikalı, 10 nəfərə qədər zənci, Akifgil və farslar, yerli adamlar oturmuşdu. Təyyarə lazımi hündürlüyə təzəcə qalxmışdı ki, salonda işıqlar qəfil söndü və işıq sönən anda sərnişinlər nəsə bir təkan hiss elədilər. Hamı şübhəyə düşdü. Göz gözü görmürdü. Ancaq hərə öz dilində nə isə danışırdı. Hamının mövzusu bir idi. İkinci söhbət ola bilməzdi. Təyyarə heyəti də susurdu. Elə bir təyyarə yox, daş kəsəkli yolla kəl arabası gedirdi. Nəhayət bələdçi qızın zəif səsi gəldi. "Xanımlar və ağalar, narahat olmayın. Texniki səbəbə görə təyyarəmiz geri qayıdır." Təyyarə bir-iki dəfə böyrü üstə əyildi. Bələdçi qızın narahat olmayın deməsinə baxmayaraq hamı bərk qorxdu. Qomqanidze Akifin yanında oturmuşdu. Ayaqlarını uzadıb geri söykənmiş, gözlərini yummuşdu. "Akif," Qomqanidze dedi. "Hə." Akifin səsi güclə gəldi. "Akif, gör harda ölürəm, heyf, Tbilisi." Və bu saat sərnişinlər təxminən bu cür söhbət eləyirdilər. İndi bu təyyarədə hamı bir nəfər kimi bircə şey istəyirdi: yaşamaq və yaşamaq üçün hər şeydən keçməyə hazır idilər. Reyhanı xatırlayan kimi Akifin gözləri yaşardı.
Hansı qadınsa ağlayırdı. Deyəsən qucağında körpəsi olan qadındı. Körpəsini qucağına elə sıxmışdı ki, ölüm də onu qopara bilməzdi. Qoparsa, gərək ikisini də birdən. Təyyarə bir dəfə taqqıldadı. Elə bir avtomobil luka düşdü və bundan sonra əməlli başlı hay-küy qalxdı. Akif ömründə belə səslər eşitməmişdi. Bu səslər ölüm qabağı oxunan qu nəğməsinə oxşuyurdu. Bayaqdan bəri Akifin qulağında səslənən cılız və qoca bir səs kəsilmişdi. Gəlmirdi. Bu səsküy biraz da bazarı xatırladırdı. Burada sərnişinlərə zorla ölüm sırıyırdılar. Özü də havayı. Hər dəqiqə sərnişinlərin ömründən bir il kimi qopub düşürdü və bu illər qutaran kimi, yerə enən kimi təcili yardım və yanğın söndürən maşınlar dörd tərəfdən təyyarənin üstünə cumdular. Aeroportun binasından təyyarədən düşən sərnişinlərə elə baxırdılar ki, onlar da qorxmuşdu. Sərnişinlər təyyarədən aralanıb aeroportun binasına gəlirdilər. Akif çönüb arxaya baxanda gördü ki, bir nəfəri xərəkdə düşürdülər. Dedilər ki, canını tapşırıb. Yəqin o cılız və qoca səsli kişidir, Akif fikirləşdi. İndi sərnişinlər tanıdı, tanımadı. Hamısı bir-birini qucaqlayır, sevinir, uşaq kimi atılıb düşürdülər. Hərə bir nəfəri qucaqlamışdı. Uşaqlı qadın da körpəsini. Amerikalı, Rus, Fars, Yapon, Azərbaycanlı, Erməni, hamı. İnsanlar nə qədər mehriban olarmış, ilahi. Aeroportun radiosu dil qəfəsi qoymadan danışırdı. Qumqanidze Akifdən soruşdu. O nə deyir? Deyir ki, üzr istəyirik. Nə üzr istəyirlər? Qumqanidze zarafatından qalmadı. Ölmədik. Tbilisi. Sərnişinlərin təbriki, sevinci davam eləyirdi. Uzun zənci qoymadı ki, bir nəfər də qalsın. Hamını öpdü, təbrik elədi və üstündən cəmsi bir saat keçəndən sonra heç nə olmamış kimi həmin sərnişinlər təyyarəyə minib İsfahana uçdular. Bircə o qoca və cılız səsli kişidən başqa. İnsan belədir, amma yaman mehribanlaşmışdılar, doğmalaşmışdılar, yenə ayrıldılar. Gərək bir gün yer kürəsini də məhvərindən çıxarıb bu təyyarə kimi işıqları keçənə qədər yaxşıca sirkələyəsən. Yoxsa heç kəs ölümdən qorxmur. Akif otelin qabağında 4 nəfərin hamısını sürücü qarışıq öpəndən sonra maşından düşüb saatına baxdı. 8-in yarısıdır. Bir saatdan sonra hamımız Qumqanidze gildəyik. Maşın otelin qabağından tərpənən kimi Akif mənzillərinə qədər yüyürdü və ilk dəfə qapının ağzındakı yumşaq divanda oturan Cəfəryana salam verməmiş keçdi. Cəfəryan onun dalınca küt-küt baxıb təəccübləndi. Akif içəri girib Reyhanı qucaqladı. Üzündən, gözündən, boynundan, saçından öpdü. Sonra dizi üstə çöküb əllərini üzünə sürtdü. Təzədən ayağa qalxıb onu qucaqladı. Dili söz tutmadı. Gözləri doldu. Reyhan çaşmışdı. Nə yaman darıxmısan dedi. Yalnız bundan sonra Akifin dili söz tutdu. Reyhanın səsi onun dilini açdı. Reyhan deyə bildi. Reyhan bilmədi ki, Akif Tehrandan yox, çox-çox uzaqdan uzun bir yol tutub gəlmişdi. Akif demədi. Akif demişkən Reyhan kimi adamlara həyəcanlanmaq olmazdı. Ancaq Akif hər şeyi Reyhana nə danışardı? Reyhan da oturub ağlayardı. Həyəcandan və sevindiyindən. Akif də öynərdi ki, onu dünyalar qədər sevən var. Hə, danışardı. Ancaq danışmadı. Sonra Akif Reyhanı ehmalca kresloya əyləşdirdi. Mətbəxə keçib Reyhan dəstəsinin içindən bir qəşəngini seçib gətirdi. Reyhanın yanında oturdu. Başını başına söykədi. Əlindəki Reyhanı burnuna tutdu. İkisi də birdən qoxladı. Qurban olum sənə Reyhan. Allah eləməsin. Nə olub sənə? Şirin-şirin soruşdu. Sözlər onun dilində Abşeron şanısı kimi gilələndi. Heç nə. Sonra Akif diz üstə çöktü. Başını Reyhanın dizinin üstünə qoydu. Reyhan Akifin saçlarını sığalladı. Akif olmasa ölərəm. Sənsiz ölərəm. Akif başını qaldırmadan dedi. Axı niyə mənsiz ölürsən ki? Sözlər yenə də gilələndi. Akif dinmədi. Reyhan dindi. Akif, sənə nə olub? Heç nə. Yox, görmürəm. Heç nə, mənə nə ola bilər ki? Yox, de görüm. Akif dinmədi. Reyhan da üzünü Akifin başına söyküyüb gözlərini döydü. Sonra Akifin başını sinəsinə sıxdı. Nəsə pıçıldadı. Pıçıldadığı anda gözləri yumuldu. Otağa sükut çöktü.
Telefon zəngi bu sükutu iti qılınc kimi iki yerə böldü. Akif tələsmədən ayağa durdu. Qızılcalı uşaq kimi pörtmüşdü. Reyhan onu buraxmaq istəmirdi. Alo, bəli Sergey Aleksandroviç, kim dedi? Bəli, çox sağ olun. Bəli, yox demədim. Hə, siz oradan danışırsınız. Gəlirik. Maşın lazım deyil, sağ olun. Mən də sizi dəstəyi yerinə qoydu. Geyinib çıxdılar. Camaatdan utanmasaydı, Akif Reyhanı buradan ora qədər qucağında aparardı. Moteldən azacıq aralanmışdılar ki, onların düz yanında bir maşın dayandı. Sergey Aleksandroviçin sürücüsü Müzəffər Şöcayev düşüb gəldi, salam verdi. Xanım Tanya göndərdilər dedi. Keçib arxa qapını açdı. Akif Qomqanizinin qapısından içəri girən kimi Tanya ayağa durub qışqırdı. Qəhrəmana eşq olsun və gəlib Akifin üzündən 2 dəfə öpəndən sonra ərindən soruşdu. Olar? Olar, əri dedi. Sonra da çönüb Reyhandan soruşdu. Olar? Niyə olmur ki? Tanya bir dəfə də Akifi öpdü. Sonra onların ikisinin də qoluna girib gətirib oturtdu. Reyhan məətəl qalmışdı. Dalağı nəsə sancmışdı. Reyhana heç nə demədilər. Üstü örtülü söhbətlər Reyhana heç nə demədi. Həyat bayram eləyirdi. Bu bayram heç bir təqvimdə qırmızı rəqəmlə qeyd olunmamışdı. Sergey Aleksandroviç də bu bayrama necə deyərlər, əliboş gəlməmişdi. O rəhbərlik adından elan elədi. Vasilyev, Muradov, Qomqanidze, Movçan və Qriqoryan yoldaşlar 3 gün işdən azad edilsin. Stolun arxasında oturan 9 nəfərin hamısı rəhbərliyin bu əmrini gürültülü alqışlarla qarşıladılar. Bugün Vasilyev, Muradov, Movçan, Qomqanidze və Qriqoryanın anadan olduğu gündür. Onlar bugün doğulmaya da bilərdilər. Söz verdilər ki, həmişə bir-birlərini axtarsınlar. İlin bu günü həmişə imkan daxilində bir yerdə olsunlar. Evə qayıdan kimi Reyhan dedi. Heç danışmadın görək Ziya necədir? Akifin keyfi çox yuxarılarda idi. Ziya, Zika, yaxşıdır. Dedi ki, 2 ildən bir gündə artıq qalmaram. Dedi ki, qayıdan kimi evlənirəm. Kimə? Reyhan qadın marağı ilə soruşdu. Hələ tapmayıb. Tapar da. Sonra Akif lətvə danışıb Reyhanı o qədər güldürdü ki, bəsdir deyincən. Akif yerinə girən kimi yatdı. Reyhan yastığa dirsəklənib Akifin saçlarını sığallaya-sığallaya ona tamaşa eləyirdi. Sonra Reyhan Akifin dodağından öpdü. Üzünü onun üzünə söküb yuxuladı. Saat 1 idi. Onlar nahara getdilər. Otelə çatmağa təxminən 200 metr qalmış Akifi gülmək tutdu. Qanı qara olsa da gözü yaşarana qədər güldü. Sonra da çönüb arxaya baxdı ki, görsün gələn zad yoxdur. Bir də onu güldürən mənzərəyə baxdı. Moteldə bir qadın yaşayırdı. Ukraynadan gəliblər. Əri zavodda işləyir. O da hamilədir. İndi o qadın Reyhanla üzbəüz dayanıb söhbət eləyir. Əgər ayaqlarının yerindən ölçən olsa, araları 1 metr olar. Ancaq qarınları az qala bir-birinə dirənib. Fotoaparat olsa çəkəsən bunları beləcə. Üzbəüz, altında da yazasan ki, fotoetüd. Diqqət, dünyaya insan gəlir. Akif fikirləşdi, gülümsədi. Reyhandan başqa burada yeganə hamilə qadın bu idi. Reyhan bütün günü onunla motelin ətrafında gəzişirdi. Vəziyyətin eyniliyi onları dostlaşdırmışdı. Moteldə yaşayanlar 3-4 aydır ki, onları hər gün bir yerdə görməyə adət etmişdilər. Akif içəri girən kimi Reyhandan soruşdu. Yeməyə nəyimiz var? Kotlet pişirmişəm, bir də dovğa. Əla, çoxdandır dovğa istəyirdim. Akif uşaq kimi sevindi. Dovğamın damarı qaçıb, qanım qaradır. Reyhan uşaq kimi mızıldanıb nazla dedi. Akif ayağa durdu. Əlini zarafatca stola vurub dedi. Birdən elə xırda şeydən ötürü qanını qaraldırsan ki. Yox, hər şey gözəl olmalıdır, əzizim. Reyhan durub yanını basa-basa mətbəxə keçdi. Akif ona göz qoydu. Gülümsədi. Bu Reyhanın təzə yerişi idi. Gülməli yerişi idi. Bu gülməli yeriş dünyanı güldürməkdən ötürü idi. Yer üzündə belə yeriyən qadınlar olmasa, 100 ildən sonra dünya boş qalardı. Çankonun 10 pasportu, 10 dənə də maskası vardı. Maskaları ona Kamçatka vaxtı ilə Yaponiyadan gətirmişdi. Onu axtaranlar Çankonun 10'unu da birdən tutmalıydı. Hələlik Çankonun birini də tuta bilməmişdilər.
Çanko Barnaul Dağlıq Altay təyyarəsindən düşüb taksiyə mindi. 10-15 dəqiqədən sonra şəhər kənarında maşından düşdü. Axşam saat 8 idi. O 2 mərtəbəli bir evin qapısını arxayın-arxayın döydü. Qapını 55-60 yaşlarında orta boylu bir kişi açdı. Buyurun içəri. Çanko dinməz söyləməz içəri girdi. Əlindəki sumkanı kreslonun üstünə atdı. Keçib divanda əyləşdi. Ev sahibi də onunla üzbəüz oturdu. Çanko cibindən peçenye çıxarıb ağzına atan kimi ev sahibi ayağa durub o biri otağa keçdi. Çanko diqqətlə dörd tərəfinə göz gəzdirdi. Hə, yəqin çox dəyişmişəm. Bir də ki 5 ildir görüşmürük. Çanko durub ayaqqabılarını çıxartdı. Cütləyin dəhlizdə çöl qapının girəcəyini yaxın yerə qoydu. Qayıdıb yerində oturdu. Siqaret yandırdı. Ayağını ayağının üstünə aşırdı. Ev sahibi gəldi. Böyük bir qabda soyutma ət, baş soğan və başqa ayın oyun gətirdi. Dedi, xoş gəlmisiniz. Ev sahibi çox qoçaq adam idi. Çanko onu çox yaxşı tanıyırdı. Bu yaşında çox özündən deyən bığı-burma oğlanlara cavab verər. O sayamaz yana çörək yeyirdi. Hərdən də gözaltı Çankoya baxırdı. Manqol sifətindən mərdlik yağırdı. Stəkanı əlinə götürdü. Heç nə demədən sayamaz yana Çanko ilə toqquşdurub başına çəkdi. Stəkanı taqqıltı ilə stolun üstünə çırpdı. Bu Çankonun xoşuna gəlmədi. Çanko da öz arağını içəndən sonra onun hərəkətini təkrar elədi. Bu da ev sahibinin xoşuna gəlmədi. İkisi də başlarını aşağı salıb, necə deyərlər, iştah nümayiş etdirirdilər. Bir-birinin üzünə də baxmırdılar. Elə bil onları zorla qabaq-qabağa tutmuşdular. Ev sahibi yenə araq süzdü. Sonra siqaret yandırdı. Çanko da əlini sinib siqaret yandırdı. İkisi də siqaretini axıra qədər sümürdü. Ev sahibi siqaretini külqabıda söndürəndə Çanko da onun bu hərəkətini təkrar elədi. Əlləri bir-birinə dəydi. Səs çıxmadı əllərindən. Sonra da stəkanları bir-birinə dəydi. Elə bir stəkanlardan da səs çıxmadı. Əlləri kimi içdilər və araq qutardı. Ev sahibi bu dəfə stəkanı stolun üstünə necə vurdusa sındı. Çanko da təkrar edib oturdu. Bu dəfə ev sahibi gümüş padnosda 2 litrlik balona tökülmüş araq və 2 böyük stəkan gətirdi. Süzdülər, içdilər. Elə əvvəlki kimi dinməz söyləməz. Lap axırda böyük stəkanları da sındırdılar. Siqaret yandırıb axıra kimi çəkdilər. Əlləri yenə külqabında görüşdü. Stolun üstündə. Çankonun sol səmtində əl qumbarasına oxşayan, üzü mina ilə işlənmiş, bəzəkli, şəhanə bir şey vardı. Çanko içəri girən kimi gözü onu almışdı. O hərdən ev sahibindən oğurlanmış bu gümüş qumbaraya baxırdı. Axırıncı dəfə ev sahibi Çankonun oğurluğunu tutdu. Lakin üstünü vurmadı. Ev sahibi ayağa durub o biri otağa keçdi. Birazdan çay gətirdi. Altın tamırdı, dedi. Ev sahibi inanırdı ki, onun evinə gələn adam altın tamırın nə olduğunu bilməmiş deyil. Altın tamır bu yerlərdə də, xaricdə də məşhurdur. Dərəcəsindən asılı olaraq insanı vəcdə gətirir. Yerli əhalinin dediyinə görə altın tamır jenşendən daha universaldır. Mənası qızıl kök deməkdir. Adama elə gəlirdi ki, qonaq özü dillənməsə və 3 gündə beləcə üzbəüz otursa, ev sahibi onun kim olduğunu soruşmayacaqdı. Buna möhkəm inandıqca adam möhkəm də darıxırdı. Altın tamırla dəmlənmiş çayı da içdilər. Ev sahibi durub stolun üstünü yığışdırdı. Gəlib qonağı ilə üzbəüz oturanda Çanko ayağa durdu. Sumkasını götürüb açdı. İçindən qəzet çıxartdı. Gəlib öz yerində oturub oxumağa başladı. Ev sahibi xeyli ona tamaşa elədi. Sonra ayağa durdu. O biri otaqdan, ondan da o birinə keçdi. Əlində qalın bir kitabla qayıtdı. Sakitcə keçib öz yerində oturdu. Kitabı açıb, vərəqi qatladığı yerdən oxumağa başladı. Yarım saat da keçdi. Çanko qəzeti sumkaya qoydu. Pencəyini çıxartdı. Gəlib divanın üstündə ədəb-ərkanla uzandı. Ev sahibi də divan kreslonu açdı. İşığı söndürdü. Gəlib yerinə girdi. Çanko durub işığı yandırdı. Gəlib yerində uzandı. Ev sahibi dinmədi. Biraz üstündən keçəndən sonra Çanko durdu. Gəlib kresloda oturdu. Ev sahibi təkrar elədi. Onlar bir-birinin gözünün içinə baxırdılar. Kiprik çalmadan. İkisinin də gözü qızarmışdı.
İkisi də bir-birindən gözünü çəkmədən, hiss olunmaz dərəcədə yavaş-yavaş ayağa qalxırdılar. Adama elə gəlirdi ki, onlar tam ayaq üstə durandan sonra bir-birinə yapışıb kuşdu tutacaq. İkisi də bir-birini gözü ilə oturtdu. De görüm kimsən? Ev sahibi tapança kimi açıldı. Çanko dinmədi. Tapança bir də açıldı. De görüm kimsən? Çankodan yenə səs çıxmadı. Bu dəfə ev sahibi yaşına uyğun olmayan bir cəldliklə atılıb stolun üstünə çıxdı. De görüm kimsən? Yoxsa bu saat beynini dağıdaram. Çanko başını qaldırıb ev sahibinin tapançasının lüləsini əlinin dalı ilə yüngülcə, saymazyanı itələdi. Siz müalicə olunmalısınız dostum, dedi. O səsini qəsdən dəyişmişdi. Ev sahibi bu səsi tanıya bilmədi. Çanko öz səsi ilə dedi. Sizə mütləq müalicə lazımdır. Yoxsa bu səbirlə sizə iş tapşırmaq olmaz. Ev sahibi bu səsi tanıyan kimi stolun üstündən Çankonun boynuna atıldı. Çanko, qardaşım, Turdoy. Çanko da onu qucaqladı. Turdoy Çankonun üzünə əl atdı. Çıxart bu zəhrimarı. Çanko maskanı soyundu. Turdoy Çankoya xeyli tamaşa elədi. Gözləri yaşardı. Elə bil Çanko bütün dünyanı ona gətirmişdi. Turdoy bilmirdi ki, özünü necə aparsın. Gözlərinə inanmaq istəyirdi. Bəzən adam öz gözlərinə də inanmır. Xeyli arıqlamısan, Turdoy dedi. Belə yaxşıdır. Çanko özünü sındırmadı. Keçmişdən, gələcəkdən xeyli söhbət elədilər. Axırda Çanko dedi ki, təslim olmaq istəyirəm. Turdoy da dedi, qələt eləyirsən. Çankonun gözü yenə gümüş qumbaraya sataşdı. Bu nədir, dedi. Götür bax. Çanko gümüş qumbaranı əlinə götürüb dedi. Lap qranata oxşuyur. Dağlıq Altay ustalar düzəldib. 490 il bundan əvvəl. Bu qranat Kiyevi, Parisi, Misiri gəzib. Lap axırda Pekində olub. İndi də Turdoydadır. Babalarım düzəldib. Sehirli qranatdır. Çanko maraqlandı. Necə sehirli? Sən bir onu sirkələ. Çanko qranatın hər tərəfinə diqqətlə baxandan sonra sirkələdi. Zınq, 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 zınq. Çanko, bu ki şahların zənginə oxşuyur. Yaxşı, bəs bunun sehri hardadır? İndi görərsən. Mətbəxin yanındakı qapı açıldı. Oradan qəşəng bir qadın onların yanına gəlib baş əydi. Çanko bir anlığa özünü itirsə də ayağa durub bu gözəlin əlindən öpdü. Qonağım varmış ki, dedi. Bu qadın elə bil Parisin göbəyindən gəlmişdi. Çox zərif qadın idi. 35 yaşdan yuxarı vermək olmazdı yaş. Turdoy dedi. Qəhvə içək. İkisi də razılaşdı və Turdoy gələnə qədər bir kəlmə də kəsmədilər. Turdoy gələn kimi qadın rusca Çankodan soruşdu. İzvinite, вы грузин? Çanko Turdoya göz basıb dedi, da. Turdoy da Çankonun sözünü təsdiq etdi. Virginia, tanış olun, mənim dostumdur, Tbilisidən gəlib. Çanko ayağa durub dedi. Tengiz, oturdu. Virginia öz adını elə yumuşaq tələffüz elədi ki, çox xoşbəxtəm, Çanko dedi. Mən də. Qəhvə içdilər, siqaret çəkdilər. Şirin-şirin söhbət eləyirdilər. Turdoy Virginiyanın yolunu 2 il gözləsə də, hal-hazırda bu qadın təxminən onun yadından çıxmışdı. Fikri Çankoda idi. Üzr istəyirəm. Virginia üzünü Çankoya tutdu. Siz nə sənətin sahibisiniz? Turdoy sözə qarışdı. Özün tap, gülümsədi. Virginia xeyli fikirləşəndən sonra dedi. Dayan. Aha, dostum Tengiz. Ya partiya işçisidir, ya da ki elmlə məşğul olur. Tapmadın, Turdoy dedi. Yəni mən yanılıram. Çankonun üzünə baxıb gülümsədi. Uzun boynunu büküb dedi. Onda özü desin, hə? Virginia şəhadət barmağını stolun üstünə toxundurdu. Turdoy dindi. Dostumuz Tengiz Gürcüstanın qadınlardan ibarət badminton komandasının baş məşqçisidir. Heç adamın ağlına gəlməz. Gürcüstanda olmusunuz? Çanko soruşdu. Bir dəfə uşaq vaxtı 9 yaşım vardı. Çanko dedi. Gürcüstana gərək ən azı 10-cu sinfi bitirəndən sonra gələsən. Virginia şəhadət barmağı ilə Çankonu hədələyib gülümsədi. Nəzakət xətrinə Çanko da ondan soruşdu. Bəs onda siz nə sənətin? Özünüz tapın. Virginia Turdoya tərəf çevrildi və şəhadət barmağını dodağına yapışdırdı. Mənə elə gəlir ki, siz teatrda işləyirsiniz. Turdoy əl çaldı. Əhsən, Tengiz, dedi. Hansı teatrda? Virginia Çankodan soruşdu. Onu deyə bilmərəm. Bir də ki, o vacib deyil. Düzdür, Turdoy Çankonun sözünü təsdiq elədi. Bəs bir-birinizi hardan tanıyırsınız? Qadın soruşdu. Turdoy dedi. Dostuq, hələ desən qohumluğumuz da çatır. Ancaq necə deyərlər,
Getməyə yad olmuşuq. Bir misal var. Eşitmisən? Virginiyadan soruşdu. Hansıdır? Deyirlər ki, qohum getməyə yad olar, yad gələ qohum olar. Eşitmisən? Maraqlıdır. Virginiya uzun kipriklərini bir-birinə döyəclədi. Bu misalı hansı xalq deyib? Bizim xalq, Çanko dedi. Gürcülər ağıllı xalqdır. Virginiya Çankoya dedi və bu yerdə öz millətini danmağı Çankoya yaman ağır gəldi. Turdoy da bunu hiss elədi. O ayağa durdu. Elə bir oturduğu yerdə danışa bilmirdi. Turdoy bu dəfə lap tez qayıtdı. Çanko dedi: "Ömrümdə sizin kimi zərif qadın görməmişəm." Virginiya çox qəşəng olsa da, Çanko qırmızı yalan deyirdi. Mənə elə gəlir ki, çox keçməz ki, dağlıq Altayın qarı buzu sizin istiliyinizdən əriyər. Bu dağlardan aşağı nə varsa, hamısını sel su yuyub aparar. Vay aşağıda qalanların halına. Virginiya xanım, sizin şərəfinizə. Virginiyanın kefi durulmuşdu. Çox şən idi, lətifə danışırdı. O birdən dayandı, üzünü Çankoya tutdu. Siz mənim adımın mənasını desəniz, daha sözüm yoxdur. Çanko Turdoya ötəri nəzər salıb dedi: Amerikalı kimi deyim, yoxsa İngilis kimi? Aha, Virginiya maraqlandı. Bir an sustu. Amerikalı kimi desəniz bəsimdir. İngilislərdən xoşum gəlmir. Deməli Amerikalı kimi. Bəli, Virginiya onun sözünü kəsdi. Bəli, dedi. Siz, Çanko dedi, Mrs. Virginiya, Amerika Birləşmiş Ştatlarında 9 balaca adadan ibarətsiniz. Düzdür. Sonra Çanko yadına saldı. Onun qeyri-adi yaddaşı vardı. Sonra əraziniz 344 kvadrat kilometrdir. Düzdür. Sonra 100 minə yaxın əhaliniz var. Əhalinizin 80%-i zəncilərdir. İdarə mərkəzi Şarlotta, Amaliyadır və təəssüf ki, rəsmi diliniz ingilis dilidir. Təəssüf niyə? Virginiya az qala etiraz elədi. Bayaq dediniz ingilislərdən xoşunuz gəlmir. Hə, bəs sonra? Sonra sizi 1493-cü ildə Kolumb kəşf eləyib. 1917-ci ildə Amerikanlar sizi Daniyadan nə az, nə çox düz 25 milyon dollar alıblar. Sonralar Amerikanlar sizdə hərbi dəniz bazası yaratdılar. İngilis kimi də deyim? Yox, daha sizə sözüm yoxdur. Virginiya məhtəl qalmışdı bu məşqçinin hafizəsinə. Turdoy da Virginiyaya qoşulmuşdu. Turdoy durub Çankonun üzündən öpdü. Bu dəfə də Virginiya Turdoya qoşuldu. Gedən musiqinin səsini azaldandan sonra gəlib oturdu. Oy da, dedi. Sənin dostun lap akademikdir, Turdoy. Və yenə Çankoya tərəf çevrildi. Onu bir də diqqətlə süzdü, soruşdu. Ədəbiyyata münasibətiniz necədir? Çox yaxşı. Ən sevdiyiniz yazıçılar? Bu lap intervyu oldu ki, xahiş edirəm. Dostoyevski, Faulkner, Camus, Salinger. Bəs müasir Sovet yazıçılarından Virginiya siqaret götürdü. Çankonun siqaretini yandırdı. Müasir Sovet yazıçılarından Ayertmatov, Kuşkin, Kazakov, Dumbadze. Böyük teatrda olmusunuzmu? Azı 10 dəfə. İdmanın hansı növünü xoşlayırsınız? Öküz döyüşünü, bir də şahmatı. Çox qəribədir. Virginiya axırıncı sualın cavabını eşidəndə elə bir çaşdı. Özünüz hansı növlə məşğul olmusunuz? Güləş və şahmat. 2 növdə idman ustasıyam. Çanko səhvini düzəltdi. Bir də ki, əlbəttə badminton, gülümsədi. Güləş və şahmat. Virginiya təkrar elədi. Çox qəribədir, dedi. Bəs musiqi? Çanko istədi desin ki, yaxşı tar çalıram. Dedi, gitara çalıram. 7 illik musiqi təhsilim də var. Bircə sualım da var. Virginiyanın ağzı açıq qalmışdı. Buyurun, əgər təzədən dünyaya gələsi olsanız, hansı sənəti seçərdiniz? Üzr istəyirəm, lap ənənəvi sual oldu. Bilirsiniz, Tengiz, nəysə yenə üzr istəyirəm. İndiki peşənizi heç cür sizə yaraşdıra bilmirəm. Məni başa düşürsünüz? Axı siz belə, o əllərinin ikisini də biraz yuxarı qaldırdı. Belə siz güclü adam oxşuyursunuz, Fiziki mənada demirəm. Başa düşürəm, amma mənim indiki peşəm heç də pis deyil. Allah xatirinə inciməyin, sizi incitmək istəmirdim. Nə danışırsınız, sizdən incimək olar? Virginiya gülümsədi və ürəkləndi. Axırıncı sualıma cavab vermədiniz. Deyirəm ki, əgər təzədən dünyaya... Çankonun sözünü kəsdi. Başa düşdüm. Əgər təzədən dünyaya gəlsəm, fizika ilə məşğul olardım. Çanko bu yerdə yalan danışa bilmədi. Özü də bilmədi niyə. Ürəyindəkinin düzünü dedi.
Çox qəribədir. Yenə siqaret yandırdı. Bir qurtum ciyərinə çəkən kimi üzünü turşutdu. Zəhrimardı dedi və siqareti külqabında əzib söndürdü. Çankoya dedi: "Çəkə bilmirəm bu zəhrimarı." Malbranı göstərdi. "Bəs siz nə çəkirsiniz?" "Elə bundan," Çanko dedi. Turdoy ayağa durdu. "İnsanın canında nə qədər enerji olar? Donhil çəkərsən?" dedi. Virginia sevindi. "Oh, ты мой родной." Hava ilə Turdoya öpüş göndərdi. Güya çox uzaq idi. "Ölürəm o siqaretdən ötürü." Dodağını büzdü. "Xəsisin biri," dedi. "Xanıqa." Çanko da zarafatla əlavə elədi. Turdoy gələn kimi Virginia Çankonu rəqsə dəvət elədi. Oynadılar, oturdular. Virginia saatına baxıb Turdoya dedi: "O, saat 2-dir, gedək dincələk." Onun başını sığalladı. "Sən get, mən də gəlirəm, biraz söhbətimiz var." Virginia qalxdı. Kişilər o saat durdular. İkisinin də qarşısında burjua zadəgan məclislərində olduğu kimi reverans elədi. Naz ilə sallana-sallana getdi. "Gözəl qadındı," Çanko dedi. Turdoy Çankoya deyərdi ki, qurbandı sənə. Ancaq qorxdu. Ehtiyat elədi ki, dostu inciyər. O belə şeyləri sevmirdi. Başqa söz dedi. "Neçə gün buradasan?" "Sən qovana qədər," Çanko gülümsədi. "Od anamıza and olsun ki, ömrümün axırına qədər burada yaşa. Səni odun içində saxlayaram. Bilirsən ki, dünyada insan üçün oddan təmiz və etibarlı heç nə yoxdur." "Bilirəm Turdoy, bilirəm. Ancaq yaman yorulmuşam. Hər şey məni yorub." "Yorulmuşsan dincəl." "Dincəlmək istəyirəm. Ömürlük dincəlmək istəyirəm." Turdoy onu başa düşdü. "Boş-boş danışma. Bizim dağları görürsən necə dayanıb? 1000 ildir dözür. Dözməsəydi dağ olmazdı." Siqaret yandırdı. "Səni buradan heç yana buraxan deyiləm. Geriyə yolun ancaq Turdoyun meyidinin üstündən, bir də o dananın bətnindən keçib gedə bilər. 1000 ildən sonra biz təzədən insan şəklində ya Bakıda, ya Bombeydə, ya da elə bu dağların qoynunda yenə görüşəcəyik. Biz əbədiyik. Mən səni 1000 il bundan əvvəl tanıyıram. 1000 il bundan sonra yenə görüşəcəyik. Yenə tanıyacağam. Sən mənimkisən. Od anadan başqa səni heç kimə vermərəm. Od anamıza and olsun ki, mənə Turdoy deyərlər. Mən bu dağların oğluyam. Od anam, dağlar atamdır. Od anamın, dağ atamın ulu ruhuna and olsun ki, təslim olsan, sənin qanını özüm içəcəm. Sonra da ruh olub qardaş qatili kimi göylərə çəkiləcəm." Turdoyun sağ gözündən yaş gəldi. İkisi də dik qalxdı, təzədən qucaqlaşdılar. Elə bil indi görüşürdülər. İkisi də üçüncü adamın nəfəsini birdən hiss elədilər. Baxanda gördülər ki, Virginiadır gələn. O getdiyi kimi də qayıtdı. Gəlib öz yerində oturdu. "Yuxum gəlmir," dedi. "Bağışlayın, günah hamısı məndədir. Bizim xalqın bir sözü var. Deyirlər ki, qonaq qonağı istəməz. Ev sahibi hər ikisini." Gülüşdülər. Turdoy da öz tərəfindən üzrxahlıq elədi. "Bağışla Verqa, günahımdan keçməsən, başımdan keçəcəm." "O baş hələ sənə çox lazım olacaq." "O qədər də yox. Bundan sonra çox lazım olsa 50 il." "İştah yaman böyükdür," Virginia dedi. "Yox, hələ iştahımın küsən vaxtıdır." Üçü də güldü. Çanko dedi. "Axı demədiniz mənim dostumla necə tanış olmusunuz?" "Bundan asan sual olar yəni. Bu dağlarda kino çəkirdik. 2 il əvvəl. Sizin dostunuz məni banketdən çıxardıb bura gətirdi. Kino çəkdirdik." İstehza ilə gülümsədi. "Həmin kino çəkilişi bugün də davam eləyir." Birdən Çanko dedi. "Hə, yadıma düşdü." Ayağa durdu. "Yadıma düşdü. Deyirəm mən sizi harda görmüşəm. Sizinlə tanış olmağı özümə 2 qat xoşbəxtlik hesab eləyirəm." Doğrudan da Çanko bu aktrisanı tanıdı. Söhbət təzədən qızışdı. Onlar səhəri diri gözlü açdılar. 8-ə 20 dəqiqə işləyəndə Virginia yatmağa getdi. Onlar tək qaldılar. İkisi. Üçüncü adamın nəinki özü, hətta ruhu da burada artıq idi. Çanko Turdoya yazdığı məktubda kəşfi barədə xəbər vermişdi. Turdoy bu məsələdən çoxdan hali idi. Ancaq Çanko deyəndə ki, istəyirəm bu kəşfi elm aləminə məlum eləyim, Turdoy dəli oldu. Sakitləşəndən sonra dedi, "Bu sirri harda açmaq istəyirsən?" "Elə Azərbaycanda, Bakıda." Turdoyun qaşları çatıldı. Bir an fikirləşdi və təmkinlə dedi, "Hələ tələsmə, saxla samanı." 9-a 15 dəqiqə işləmiş, elə bir Turdoy qocalmışdı. Ağır-ağır ayağa qalxdı. Gəlib Çankonun bərabərində dayandı. "Sən haqlısan," dedi. "Məni bağışla."
Qəbirstanlıq məsələsindən də arxayın ol. Mal dövlətin hamısı qəbirdə deyildi, Çanko dedi. Yaxşı, yaxşı. Turdoy gücünü toplayıb zorla gülümsədi. Onlar qucaqlaşdılar. Çanko başını Turdoyun sol çiyninə, Turdoy da başını Çankonun sol çiyninə qoydu. Bu gün lap tez durmuşdu. İstəyirdi ki, axşama qədər bütün işlərini görüb qurtarsın. Neçə gün idi ki, əldən ayaqdan düşmüşdü. Pəncərənin şüşəsini də siləndən sonra stolun üstündən düşdü. Əlindəki əski parçasını didə-didə biraz geri çəkilib, sildiyi şüşələrə baxdı. Ürəyinə yatmadı. Yadına düşdü ki, şüşəni kağızla siləndə yaxşı olur. Axtarıb qəzet tapdı. Özündən asılı olmayaraq qəzeti açdı. Tarixinə baxdı. 4 il bundan əvvəlki qəzet idi. Qəzeti bükmələdi. Stolun üstündən qalxdı. Pəncərəni parıldayana qədər sildi və aşağı düşüb yorğunluğunu hiss eləyən kimi saatına baxdı. 2-yə 5 dəqiqə qalırdı. Dəhlizə çıxdı. Döşlüyünü və başının çalmasını açdı. Güzgünün qabağına keçdi. Uzun xurmayı saçlarını daradı. Heç vaxt özünü indiki kimi gözəl, ürəkyatan görməmişdi. Dəhlizdə saatla üzbəyüz qoyulmuş iri güzgünün qıraqları elə işlənmişdi ki, qapıya oxşuyurdu. Elə bil bir qapı açılmışdı və Rufa da bu qapının ağzında dayanmışdı. İndicə içəri girəcəkdi. Rufa bu güzgünün qapı olduğuna möhkəm inandı. Geri çəkildi. Ona elə gəldi ki, atası da yanındadır. Biraz da geri çəkilib atasına yol verəndə özü görünməz oldu və atası bu qapıda görünmədi. Bu Rufaya çox ağır gəldi. Təzədən gəlib qapının ağzında özü ilə üzbəyüz dayandı. İndi Rufanın özünə deməyə o qədər sözü vardı ki, özü ilə üzbəyüz dayanan vaxtında kimsə qapını döydü. Özünü qapıya çatdırana qədər bunu da fikirləşdi ki, yəqin kimsə uşaqdır, əli zəngə çatmır. Bıy, Arəstə xala, nə zəhmət çəkirsiniz? Tut, qızım, tut. Arəstə xala əlindəki dolu padnosu Rufaya uzatdı. Qapını bağlayım, gəlirəm. Arəstə xala qapını örtdü. Qayıdıb gəldi. Özünə qəsd eləmə, qızım. Ac-acına bir belə iş görmək olar. Başını buladı. Çox sağ olun, çox sağ olun. Rufa bilmədi ki, necə razılıq eləsin. Qabaq qənşər oturdular. Badnosdakı çayı, xörəyi stolun üstünə düzmüşdülər. Təzə qoyun ətidir. Əhməd əmin Məşdağadan alıb gətirib. Arəstə xala əllərini stolun üstünə daraqlayıb dedi. Rufa pitidən bir qaşıq alıb dedi. Bəh, bəh, bəh. Gözlərini yumub başını buladı. Ölü yesə dirilər. Gülümsədi. Bu tərif açıq-aşkar Arəstə xalaya ləzzət elədi. Göyərti də götür qızım. Şorabanı da özüm qoymuşam. Ye qadan alım. Arəstə xala Rufaya elə məhəbbətlə baxırdı ki, bunu gərək görəsən. Deməklə başa gələn deyil. Rufa da başını aşağı salıb öz işi ilə məşğul idi. Axıra kimi yeyib qutarandan sonra dedi. Yaman acmışdım. Sonra ətrafına baxıb dedi. İndi mən bu işləri necə görəcəm? Dincəl qızım biraz, sonra yenə. Rufa durub Arəstə xalanın üzündən öpdü. Arəstə xala da onun boynunu qucaqlayıb xeyli buraxmadı. Kövrəldi. Kövrək adamlar olmasaydı, dünya çoxdan dağılmışdı. Rufa 2 stəkan çay süzüb dedi. Arəstə xala, yadınızdadır mən balaca olanda həmişə sizə qaçardım. Uşaq vaxtı atası işdən qayıdana qədər Rufa Arəstə xalagilin evindən çıxmazdı. Hətta bir dəfə anası Arəstə xalaya demişdi ki, buna çox üz göstərməyin, korlanar. Arəstə xala isə o vaxtdan 4 il bundan əvvələ kimi anası demişkən, həmişə Rufaya üz göstərmişdi. Rufa da korlanıb eləməmişdi. Atası da buna öyrəşmişdi. İşdən qayıdan kimi birinci qonşusu Əhmədin qapısını döyürdü. Rufa qapının ağzındaca atasının boynuna atılırdı və eləcə də öz evlərinə gəlirdilər. Rufa atasının boynuna atılmağını böyüyəndən sonra tərk etdi. Eləcə atasının üzündən öpməklə kifayətlənirdi. Necə yadımda deyil qızım, heç bizdən əl çəkirdin ki? Deyirəm, kaş o günlər olaydı, Arəstə xala. Arəstə xala o günləri xatırladı. Gözlərini döyə-döyə elə bir nəyəsə cavab axtarırdı. Arəstə xala hələ bu günə qədər bir şey başa düşə bilməmişdi ki, qızı uşaq olasan, anaya heç yovuşmayasan və əvəzində atanı bir belə istəyəsən. İndi də fikirləşəndə bu suala cavab axtarırdı. Tapa bilmirdi. Mən də qız olmuşam axı. Bütün sözüm, söhbətim, dərdim sərim anamla olub. O günlər yaxşı idi, Arəstə xala. Rufanın səsi yenə qırıldı. Arəstə xala da bunu hiss elədi.
Bu günə nə olub ki, qızım? Şükür elə dedi və onun ipək saçlarını sığalladı. Əvvəllər həmişə Əhməd kişi onun atasına, yaxud da atası qonşusuna belə zəng eləyərdi. Hələ o vaxt Rufaya qəribə gələrdi ki, 2 addım araları var, sözlərini telefonla deyirlər. İndi də Rufaya qəribə gəldi. Rufaya elə gəlirdi ki, belə yaxın məsafədən telefonla danışmaq gülməlidir. Lap uşaq oyunu kimi. Rufa indi Arəstə xala ilə oynayıb qutarandan sonra döşlüyünü taxdı, saçlarını yığdı və atasının otağına keçdi. Hər tərəfi gülə, gümüşə döndərdi. Pəncərələri də siləndən sonra ayağının altına stol qoyub atasının portretini ehtiyatla divardan aldı. Portretin dodaqlarından, gözlərindən öpdü. Sənə qurban olum papa, dedi. Atası eşitmədi. Rufa bir də dedi. Atası yenə eşitmədi. Və əslində Rufa bu sözləri onun eşitməsi üçün demirdi. Sənə qurban olum papa. Rufa əlindəki quru əski ilə atasının üzünün tozunu almaq istədi. Dayandı. Əskiyə baxıb onu bir kənara atdı. Gedib sumkasını açdı. Oradan təzə ütülənmiş dəsmalını çıxartdı. Ehtiyatla atasının üzünü silməyə başladı. Rufa uşaq vaxtı öz dəsmalı ilə atasının üzünün tərini o qədər silmişdi ki, Rufaya indi də elə gəldi ki, atasının üzünün tərini sildi. Rufa sildi, qutardı. Sonra portreti divanın üstünə qoyub, lap uşaqlıqdakı kimi, uşaqlıqda atası arxası üstə uzanıb, Rufanı sinəsinin üstündə oturdardı. Rufa bu vəziyyətdə atasına xeyli tamaşa elədi. Rufanın gözündən bir damla yaş atasının alnına düşdü. Rufa dəsmalı ilə atasının alnındakı təri sildi. Rufanın gözündən bir damla yaş atasının düz gözünün bulağına düşdü. Atası başladı ağlamağa. Rufa atasının gözünün yaşını sildi. Rufa öz gözünün yaşını sildi. Ata-bala ağlaşıb qutardılar. Rufa portreti yerindən asdı. Keçib atası ilə üzbəüz əyləşdi. Rufa atasını heç vaxt belə kədərli görməmişdi. Elə bir dünyanın bütün dərdi, səri, ağırlığı atasının ürəyində idi. Və Rufanı ən çox yandıran o idi ki, şəkildə atasının ürəyi görünmürdü. Rufa hardasa onu da hiss eləyirdi ki, atasının üzü elə atasının ürəyinin şəklidir. Rufa eyvana çıxdı, şəhərə baxdı. O ağlı kəsəndən bəri neçə dəfə eyvana çıxıb şəhərə baxmışdısa, beləcə görmüşdü. Şəhər dəyişmirdi. Şəhərin dəyişdiyini görmək üçün gərək şəhərə baxdığın yeri dəyişəsən. Rufa özündən asılı olmayaraq hansı kitabda oxuduğu bir əhvalatı xatırladı. Bir rəssam cavanlıqda öz portretini çəkir. Portret çox gözəl alınır. Rəssam bu portreti heç kəsə vermir. Ayda bir dəfə bu portretin üzərində işləyir. Hər dəfə onun yanına yaxın bir dostu gəlir. Görür ki, rəssam yenə portretin üzərində işləyir. O rəssamdan soruşur. Bəs keçən dəfə mənə demişdin ki, bu iş tamamlanıb. Demişdim. Rəssam dostunun üzünə baxmadan söylədi. Bəs onda? Rəssam axırıncı dəfə portretin gözünün altına əl gəzdirib dedi. Qutardı, tamam. Sonra rəssam portreti əlinə götürüb dostuna göstərdi. Bir dəyişiklik hiss edirsən? Yox, dostu gülə-gülə dedi. Onlar bir də 15 ildən sonra görüşdülər. Dostu rəssamı görən kimi dedi, yaman dəyişmisən. Rəssam gülə-gülə o biri otaqdan portreti gətirib yenə ona göstərdi. Bir dəyişiklik varmı? Yox, sən nə danışırsan əzizim? Rəssam eşitdiyinə inanmadı. Dostu bir an çaşdı, gözlərini döydü. Bəs o cavanlıq portretin hardadır? Bu saat. Rəssam əlindəki portreti biraz da yuxarı qaldırdı. Buyur, bax, dedi. Dostu xeyli baxandan sonra soruşdu. Deməli, o vaxtdan bəri ayda bir dəfə? Rəssam onun sözünü kəsdi. Bəli, o vaxtdan bəri ayda bir dəfə. İmkanım olsa, vaxtım olsa hər dəqiqədən bir. Dostu bərk təəccübləndi. Çox maraqlıdır. Deməli, rəssam qocaldıqca avtoportret də qocalır. Bəli, portret ayda bir dəfə qocalır. Siz də ayda 30 dəfə. Dostu onun sözünü kəsdi. Ən azı. Rəssam cavab verdi. Rufa bu əhvalatı bir dəfə Tariyələ danışanda o axıra qədər diqqətlə qulaq asıb soruşdu. Bəs öləndən sonra nə olur? Nə olacaq, Rufa demişdi. Camaat orijinalı, yəni portretin əslini rəssamı aparıb qəbirstanlıqda bastırır, kopyası isə bu günə qədər qalır. Tariyelin təəccübləndiyini, biraz da ağrıdığını görən Rufa əlavə eləmişdi. Görürsən də yoldaş müstəntiq, kopya orijinaldan çox yaşayır. Heyf. Nəyə heyf? Tariyel soruşdu. Heyf ki, rəssam olmayacam.
Olsaydı neyniyərdin? O rəssamın portretini öləndən sonra da çəkərdim. Necə çəkərdin Rufa ölünün portretini? Bu çox asan bir işdir Rufa dedi. Bir insan əli çəkərdim. Ovucunun içində də torpaq. Altına da yazardım ki, filan rəssamın portretinin ikinci hissəsi 1000 ildən sonra. Vəssalam. Bu fikir Taryelin ağlına o qədər batmışdı ki, soruşmuşdu. Heç şəkil çəkə bilirsən? Yox. Taryel bəlkə heyfsilənib soruşmuşdu. Bəlkə bir rəssama sifariş verək, hə? İdeyanı biz verək, o da çəksin. Lazım deyil. Rufa etiraz eləmişdi. Bu Rufanın ürəyinə sıxdı. Bu da rəssamın çəkdiyi bayaqki şəhər mənzərəsinə baxmaq kimi bir şeydir. Çünki Rufa bu əhvalatı dönə-dönə xatırlayıb köhnətmişdi. Şəhər isə cavanlaşırdı və öz qocalığını içəri şəhəri cavanlaşması ilə mühasirə eləyib dənizə tərəf sıxışdırmışdı. Şəhər neynəsin ki, Rufa ona həmişə öz eyvanlarından baxır. Özü də halının bu vaxtında. Rufa əlini yelləyib içəri keçdi. Stolun lampasının düyməsini basan kimi elə bil ki, işığın başına papaq qoydular. O bütün işıqları yandırdı. Hər şey 4 il bundan əvvələ qayıtmışdı. Rufa özü də hiss eləmirdi ki, əməlli başlı yas içindədir. Bunu darıxmaq kimi başa düşürdü. Rufa rayalın qapağını qaldırdı. Təzə öyrənən adamlar kimi bir barmaqla cücələrini çaldı və çalıb qutarandan sonra əlini gözünün qabağına qaldırıb kitab oxuya biləcəyi məsafəyə qədər yaxınlaşdırdı. Diqqətlə baxıb gördü ki, onun əli cücələrin mahnısını çalan bağça uşaqlarının toppuş əllərinə heç oxşamır. Rayalın qapağını örtdü. Televizorun düyməsini basıb üzbəüz oturdu. Hələ ekran işıqlanmamış kimsə tələsik danışırdı. Bu da keçən ilin müvafiq dövrünə nisbətən əla göstərici hesab oluna bilər. Artelimizin üzvləri bu il hər baş ana qoyundan Rufa durub televizorun səsini biraz da artırdı ki, evdən səs gəlsin. Özü isə mətbəxə keçdi. Acımışdı. Bayaqdan bəri bir-iki tikə kalbası ilə midlənirdi. Bir fincan da qəhvə içdi. Sonra siqaret yandırdı. Bugün 3-cü dəfə siqaret çəkirdi. Taryelə söz verib ki, yavaş-yavaş tərk edəcək. Axırıncı dəfə bu barədə lap mübahisə elədilər. Taryel dedi, bilirsən Rufa, sən incimə, siqaret çəkmək qadınlara yaraşmayan şeydir. Bəs bunu əvvəlcə niyə demirdin? Rufa bic-bic gülümsədi. Əvvəl demirdim, indi deyirəm, xahiş eləyirəm. Yaxşı, ancaq onu bil ki, bütün siqaret çəkən qadınların hamısı, siqaret çəkməyən qadınların hamısından pis deyil ha. Mənim nənəm demi çəkirdi, özü də 55 yaşından sonra başlamışdı. 55 yaşının olanda sən də demi çəkərsən. Taryel zarafata salmışdı. Gülüşmüşdülər. Rufa bir fincan da qəhvə süzdü. Sonra qəhvəni götürüb qoxuladı. Yaman xoşuna gəlirdi. Ayağa durdu. Gülümsədi. Telefonu götürüb Taryelə zəng vurdu. Alo, bağışlayın Taryeli. O biri telefonla zəng eləyir. Gözləyin. Deyin ki, evdəndir. Gözləyin bu dəqiqə. Zəhmət olmasa. İndi Rufa Taryelin səsini eşidib sevinəcəkdi. Alo, Taryel. Taryel onun sözünü kəsdi. Zəng eləməyə imkan yox idi. Bu saat gəlmişəm. Acından ölürəm. Yeməyə kalbasadan başqa eybi yox. Onda Kubinkadan gələrəm. Rufa dedi. Tez gəl. Oldu. Şampan da al. Qırmızı şampan. Oldu. Qutab da al. Oldu. Marlboro da oldu. Gecikmə, darıxmışam. Oldu. Öpürəm. Rufa dodağını uzatdı. Aha. Yəqin yanında adam var. Rufa dəstəyi yerə qoyandan sonra fikirləşdi. Qorxaq dedi, mənim qorxağım. Taryel canavar kimi yeyirdi. Rufa da ona tamaşa eləyirdi. Taryelin iştahla yeməyindən onun xoşu gəlirdi. Rufa dedi, sən acından ölürsənmiş ki. Səhər içdiyim çayın üstündəyəm. Mən səndən danışmıram. Rufa ayağa durub pəncərənin qabağına keçdi. Niyə? Nə oldu yenə? Taryel ayağa durub onun qolundan tutdu. Gətirib yerində əyləşdirdi. Biz bir-birimizin sözünə baxmalıyıq, Rufa soruşdu. Əlbəttə. Bəs onda sən niyə? Keçən dəfə sənə nə demişdim? Demişdim ki, özünü ac saxlamağın axırıncı dəfə olsun, hə? Demişdin. Taryel ağzındakı tikəni çeynəyib uddu. Çeçədi. Bir qurtum su içdi və məhəbbətlə Rufaya baxdı. Bundan sonra Rufa şəhadət barmağını bir-iki dəfə stola döyəclədi. Bundan sonra işə gedəndə cibinə kotec çörək qoyacam. Oldu? Oldu. Oldu. Rufa istehza elədi. Nə deyirsən deyir oldu. Rufa siqaret çıxartdı. Yandırıb bir qulla vurandan sonra Taryel narazı ona baxdı. Rufa dedi, bugün 4-cü siqaretdir. Əgər elədirsə əladır, əla göstəricidir.
İnanmırsan? Rufa gözlərini döyə-döyə soruşdu. İnanıram. Taryel də siqaret yandırdı. Rufanın siqareti ləzzətlə çəkməyi Taryeli əsəbləşdirirdi. Bu siqareti necə tərk edəcək axı? Bugün yarım saatlıq atamla görüşdüm. Dedim ki, evlənmək istəyirəm. O qədər sevindi ki. Ancaq nə qədər elədi demədim kimdir. Axırda əlacı kəsildi. Dedi ki, sən yaşayacaqsan. Elə adam al ki, qədrini bilsin. Bizə heç nə lazım deyil. Hə, eşidəndə ki, səni 4 ildir tanıyıram. Mənə dedi ki, oğulsan. Bilirsən, Rufanın əlindən öpdü. Bilirsən, papa çox yaxşı adamdır. Yaman sevindi. Katibəyə tapşırdı ki, heç kəsi yanıma buraxma. Seyfdən konyak çıxartdı. Birinci dəfə idi ki, papa məndən belə yaxınlıq eləyirdi. Taryel Rufanın oturduğu stolu öz stoluna birləşdirdi. Niyə kefin yoxdur? Taryel soruşdu. Heç fikir vermə. Taryel sonra başa düşdü ki, Rufa birdən-birə niyə alındı və söhbəti dəyişdi. Sən ümumiyyətlə işləmək istəyirsən, dedi. Ona sonra baxarıq. Rufa oturduğu yerdə başını çiyninə qoydu. Taryel demək istəyirdi ki, atamın yanında işləyərsən əvvəlcə, sonra da bir şey fikirləşərik, demədi. Biraz da içəndən sonra Taryel dedi. Xəbərin var, dostumuzdan yenə məktub gəlib. Kimdən? Rufa bir an heç nə başa düşmədi və tez soruşdu. Çankodan? Taryel başını tərpətdi. Ver görüm, elə bir şey yazmayıb. Taryel könülsüz qoltuq cibindən bir zərf çıxartdı. Al, dedi. Rufa tələsik zərfin içindən məktubu çıxartdı. Əl boyda kağız idi. Ürəyində oxudu. Salam Taryel müəllim, mən hələlik yaxşıyam. İşlərim yaxşıdır. Məndən nigaran olmayın. Tezliklə görüşərik. Onsuz da əvvəl-axır məni tapacaqsınız. Öpürəm. Hörmətlə Çanko. Barnaul. Rufa bir an susdu. Taryelin üzünə baxdı. Üzündə elə ifadə vardı ki, güya bu məktubun ona heç bir dəxli yox idi, dedi. Mən bu məktubdan heç nə başa düşmədim. Taryel siqareti külqabına çırpdı. Kül stolun üstünə düşdü. Taryel dedi. Burada qaranlıq heç nə yoxdur. Axı aydın bir şey də yoxdur. Rufa onun üzünə təəccüblə baxdı. Niyə? Çox şey aydındır. Sustu və Rufanın gözünü ondan çəkmədiyini hiss eləyincə, hər şey aydındır. Yazır ki, yaxşıyam, məndən nigaran qalmayın, özü də tezliklə görüşərik. Burada qaranlıq nə var ki, dedi. Bunları mən də başa düşmüşdüm. Rufa sakitcə dilləndi. Bir də ki darıxır, neynəsin? Rufanın üzünə baxdı. Bizdən ötürü darıxır? Yox, məndən ötürü, gülümsədi. Əvvəl axı yorulmalıdır da. O da insandır axı. Onun da qüvvəsi bir gün tükənməlidir ya yox. Çox qəribə adamdır, Rufa dedi. Aldığımız məlumatlara görə bu adda, bu familiyada adam yoxdur. Aldığımız məlumatlara görə bu ad familiyada heç kəs bir şəhərdə başqa şəhərə nəinki getməyib, heç yerindən də tərpənməyib. Nə bilim, bəlkə də 5-6 pasportu var. Nə bilək ki, o pasportları hardan alıb, kimdən alıb, hansı addadır. Nə bilək, elə bilirsən asandır. Deyirsən ki, heç yana getmir, hə? Hə, bəs onda necə olur ki, məktubun hərəsi bir şəhərdən gəlir, özü də eyni xətlə? Taryel gülümsədi. Bu çox asan məsələdir, dedi. Doğrudan? Hə, yaxşı, gəl ayrı söhbət eləyək. Rufa gözlərini pəncərəyə zillədi. Xeyli sustular. Taryelin ürəyi sıxıldı. O dedi. Taryel, hə, qorxuram. Kimdən? Səndən. Taryel başa düşmədi. Məndən? Hə. Niyə? Mənim nəyimdən qorxursan? Səndən qorxmuram, Qorxuram ki, səni incidərlər. Rufa əsəbləşdi. Taryel də qorxurdu, ancaq özünü o yerə qoymurdu. Rufa dedi, sənə bir şey olsa başıma hava gələr. Qorxma, qorxuram, Rufa pıçıldadı. Bəlkə Bakıdadır. Yaxşı, gəl ayrı söhbət eləyək. Onsuz da, Rufa soruşdu. Nə bilim, Rufanın Taryelə ürəyi yandı. O bu neçə ildə birinci dəfə idi ki, Taryeli belə görürdü və bu da Rufaya bərk təsir elədi. Taryel dinməz söyləməz siqaretə calamışdı. Bəsdir, bir belə siqaret çəkmək olmaz. Rufa üzünü bozartdı. Gərək atama heç nə deməyəydim evlənmək barədə. Rufanın bədəni buza döndü. Peşman olubmu görəsən? Gərək atama heç nə deməyəydim. Rufanın üzünə baxdı. Gərək gözləyəydim. Nəyi gözləyəydin? Taryel bir dənə də siqaret yandırıb dedi. Rufa, Çanko məsələsi aydınlaşmayınca mən evlənə bilmərəm. Səni məcbur eləyən kimdir ki? Rufa pıçıldadı və bu dəfə də onun pıçıltısı titrədi. Rufanın gözündən yaş axırdı.
Adama elə gəlirdi ki, bu yaş Rufanın gözündən yox, bəxtindən axırdı. Görünür, bəxtin belə gətirib. Rufanın bəxti gözündən gəlirdi. Rufanın bəxti damcı-damcı onu qucaqlamış, Taryelin sol əlinin üstünə tökülürdü. İnsanın vəziyyəti son dərəcə ağır olanda, sarsıntı keçirəndə o yaxşı şeylər barədə fikirləşə bilmir, gücü çatmır. Əgər yaxşı şeylər fikirləşə bilsə nə dərd? Bu iki daşın arasında neçə il əvvəl Çınar kafesində Akifin üzünə bozardığı Taryelin yadına düşdü. Akif soruşmuşdu. O qız nişanlındı. Taryel də demişdi. Yox hələ, nə nişanı? Elə belə vaxtımı keçirdirəm. Bu söhbət Taryelin yadına düşdü. Sarsıldı. Elə bil özü öz namusuna toxunmuşdu. Belə yerdə deyərlər ki, gözəl ağa çox gözəl idi. Vurdu bir çiçək də çıxartdı. Taryel Rufanı sakitləşdirdi. Rufa Bakıdakı o qədim binanın girəcəyində yuxarıdan həkk olunmuş iki qız heykəlindən birinə çevrildi. Taryel onun qolundan tutub ayağa qaldırdı. Rufa Bakıdakı o qədim binanı çiynində qaldıra-qaldıra dikəldi. Taryel onu qucaqladı. Güllübəyim xala gəlinini o bir otaqdan səslədi. Ağəz, o andıra qalmış yun şalı gətirginən. Güllübəyim xalanın gəlini yun şalı gətirib onun belinə bağlayanda qaynanası dedi. Soyuqdur, qabırğalarım quruyur. Bəs balaca stol necə oldu? Nimdarça harda qaldı? Özüm getməsəm bir işim düzəlmir ki, düzəlmir. Əlini yellədi. Güllübəyim xala o bir otağa keçdi. Nə oldu bu andır nimdarça? Güllübəyim xala nimdarçanı qoltuğuna vurdu. Balaca stulu və qovrulmuş tumla dolu vedrəsini götürüb aşağı düşdü. Yerini rahatlayıb əyləşdi. Özü demişkən bismillah eləməmiş Salman gəldi. Zoologiya kitabını onun böyründə yerə qoyub oturdu üstünə. Güllübəyim xala həmişəki kimi üzünü o yana çöndərdi. Salman isti tumdan bir sıxma götürüb cibinə tökdü və dedi. Güllübəyim xala, nədir can bala? Sənə meymun göstərim? Göstər. Güllübəyim xala, nədir can bala? Sənə ilan şəkli göstərim? Göstər. Salman ağzındakı tumları çeynəyib qabığını tüpürürdü. Güllübəyim xala, nədir can bala? İvan sənin ərindir? Güllübəyim xalanı elə bir tok vurdu. İstədi təzə suala görə Salmanı yanından qovsun. Ürək eləmədi. Şahin ağa gəlib durdu gözünün qabağında. Boynunu büküb dedi. Ana, dəlidir, yazıqdır, işin olmasın. Ərindir? Yox can bala. Sağ ol. İvanın arvadı ölüb. Salman dedi və məktəb tərəfə getdi. Zəkiyə xala qabaqda iki binanın arasındakı yolda göründü. O həmişə iki binanın arasında sıxılan yolda görünən kimi birinci onu Güllübəyim xala görürdü. Çünki o da həmişəki kimi öz yerində olurdu. Bugün Zəkiyə xala həmişəkindən də ağır gəlirdi. Sağ ayağını atanda biraz sağa, sol ayağını atanda biraz sola əyilirdi. Elə bir kimsə onun əlindəki zəmbilləri həmişəki kimi yerə tərəf dartıb Zəkiyə xalanın əlindən almaq istəyirdi. Belə olanda Zəkiyə xalanın əllərinin içi dəmir kimi qızırdı. Sonra da pilə kimi yumşalır, qabar atırdı və Zəkiyə xala isti-isti bunları hiss eləmirdi. Güllübəyim xala da özündən asılı olmayaraq gözünü ondan çəkmirdi. Qonşusu gəlib onun yanına çatana qədər. Zəkiyə xala bugün həmişəkindən gec gəlib çatdı. Güllübəyim xala bunu hövsələsinin daraldığından hiss elədi. Bir anlığa gözünü qonşusundan çəkdi. Həmişəki kimi iki əlli vedrəsindən yapışıb sirkələdi ki, tumun irisi üzə çıxsın. Zəkiyə xala zəmbilləri yerə qoyub bir-birinə söykədi. Nəfəsini çiynindən alırdı. Biraz ayaq üstə dincəldi. Sonra keçib qonşusunun böyründə. Salman oturan yerdə əyləşən kimi dedi. Canım çıxdı. Can çıxar da, bəgəm can daşdandır, dəmirdəndir. Güllübəyim xala bir-birinə söykənmiş zəmbillərə baxıb acıqlı-acıqlı dedi. Neylim axı can bacı? Zəkiyə xala başını yüngülcə qonşusuna tərəf çöndərdi. Neynim nə dağəz? Vallahi mən bu bir vedrəni liftdən bura gətirənə kimi ürəyim ağzıma gəlir. Bəgəm canından artıqdır. Övlad da özü üçündür. Ölməsən əl çəkən deyirlər. Zəkiyə xala dedi. Övlad da özü üçündür. Həri, bilmirdin? Bəs övlad özü üçündürsə, nöş burada bitmisən, hə? Neylim? Gördün ki, neylim? İstehza ilə dedi və bununla da Zəkiyə xala özünə haqq qazandırdı. Araya çökən uzun sükut qonşuları bir-birindən xeyli aralı saldı.
Zəkiyə xala biraz qabağa əyilmişdi. Zəkiyə xalanın başı da qabağa əyilmiş, çənəsi sinəsinin yuxarısına dirənmişdi. Bu yaşda, bu vəziyyətdə Zəkiyə xala Rufaya oxşuyurdu. Bakıdakı qədimi binanın girəcəyinin yuxarısına həkk olunmuş qız heykəlinə oxşayan Rufaya. Zəkiyə xala sağ tərəfə baxanda təəccübləndi. "Aa, nə olub ağaz?" Güllübəyim xala soruşdu. "Aa, o ağacı kim elə dibindən kəsib?" Şəhadət barmağını o tərəfə uzatdı. Güllübəyim xala da o tərəfə baxıb dedi. "Kim kəsəcək? Salman." "Aa, niyə?" "Balta ilə kəsdi. Mən onda buradaydım. Dedim ki, a Salman, can bala, nöş kəsirsən?" Dedi ki, "Bəs İvan bu ağacı mənə verib." Kəsdi, sürüyə-sürüyə apardı evinə. Elə sevinirdi ki, sirən gün kəsib. İvan görsə dəli olacaq. Həri. Zəkiyə xala istədi desin ki, Şahin ağa bundan ağıllı idi. Demədi. Söz dilinin ucundan geri qayıtdı. Sonra Güllübəyim xala Qadiri soruşdu. Sonra Zəkiyə xala Gülağanı soruşdu. Ürəkləri boşaldı. Həmişəki kimi. Zəkiyə xala oturduqca yorulurdu. Zəkiyə xala gedəndə qonşusu ona dedi. "Ağaz, şağlara tum apar ginən. Təzə qovurmuşam." "Sağ ol bacı." Zəkiyə xala yuxarı qalxdı. Yaxşı qonşudur Güllübəyim. Hələ o vaxtdan bəri ağzını açıb soruşmayıb ki, "Ay Zəkiyə, bəs elçilər nöş gəlib çıxmadı?" Zəkiyə xala içəri girdi. Zəmbilləri mətbəxə aparıb aldığı şeyləri yerbəyer elədi. Qayıdıb içəri girəndə gördü ki, Çöhrə həmişəki qalın kitabı yenə oxuyur və maraqla oxuyur. Anasının gəldiyini belə hiss eləmir. Çöhrə min bir gecəni oxuyurdu. Anası qapıya söykənib qızına tamaşa eləyirdi. Çöhrə çarpayının üstündə böyrü üstə uzanmışdı. Qıpqırmızı qızarıb pörtmüşdü. Zəkiyə xala Çöhrəyə yaxınlaşdı. Əlini onun alnına, sonra da yanağına qoyub dedi. "Anan ölsün, xəstəsən?" "Yox ay arvad, xəstə niyə oluram? Görürsən kitab oxuyuram." Zəkiyə xala stol çəkib çarpayının baş tərəfində oturdu. "Ana qurban, yaxşı kitabdır." Çöhrə kitabdan ayrılmadan dedi. "Həri, ana qurban, bərkdən oxu mən də qulaq asım." Çöhrə ölsə də bu kitabı anasına bərkdən oxuya bilməzdi. O dedi. "Bunu," başı ilə kitabı işarə elədi. "Gərək başdan oxuyasan. İndi oxusan da bir şey başa düşməzsən." Zəkiyə xala durub mətbəxə getdi ki, biş-düşlə məşğul olsun. Çöhrə durub çarpayının üstündə bardaş quruma oturdu. Kitabı dizinin üstünə qoyub aşağı əyildi. Çənəsi sinəsindən biraz yuxarı dirəndi. Çöhrə bu kitabı dönə-dönə oxumuşdu. İndi isə ancaq altından xətt çəkilmiş cümlələri oxuyurdu. Demək olar ki, hər gün Çöhrə altından xətt çəkilmiş cümlələri oxuyurdu. Elə bir kitab ancaq bu cümlələrdən, altından xətt çəkilmiş bu cümlələrdən ibarət idi. O cümlələrin altından Çöhrə özü xətt çəkmişdi.